Bağırsaq mikrobları yuxunun keyfiyyətinə böyük təsir göstərir. Amerika Birləşmiş Ştatı və Çin alimlərindən ibarət beynəlxalq tədqiqat qrupu bağırsaq mikrobiotasının insanın yuxu keyfiyyətinə birbaşa təsir etdiyini sübut edib. Araşdırma bağırsaq mikrobiotası və yuxu qarşılıqlı təsir mexanizmləri və terapevtik perspektivlər adı ilə Frontiers in Psychiatry jurnalında dərc olunub. Məqalədə qeyd olunur ki, bağırsaqda yaşayan mikroorqanizmlər sinir sistemi ilə sıx əlaqədə olur və melatonin, serotonin kimi yuxunu tənzimləyən hormonların istehsalını stimullaşdırır. Siçanlar üzərində aparılan təcrübələr göstərir ki, mikrobiota balansı pozulduqda yuxu fəsadlarının dərinliyi azalır. Orqanizmin bərpa prosesi isə zəifləyir. Alimlər hesab edir ki, bu əlaqənin öyrənilməsi gələcəkdə yuxusuzluq və depressiya kimi problemlərin müalicəsində yeni istiqamətlərin yaranmasına səbəb ola bilər.